Sonra Allah Teala başka bir ayette buyurur ki: İnnellezîne kâlû rabbunallah thumme istakâmû tetenezzelu aleyhumul melâike ellâ tehâfû ve lâ tehsenû. Yani kim diyerse ki bizim Rabbimiz Allah'tır, sonra onun üzerinde istikame üzerinde kalarsa melekler ona nazil olar. Yani ölüm ayağı, insanın ruhu boğazından çatmamıştan qabaq ölüm ayağı melekler ona nazil olar. Ona deyər ki, əllə təxafu və lə təhsənu, qorxmayın və kədərlənməyin. Və əbşiru bil cənnətilləti kuntum tu'adun. O cənnətlə ki müjdələnin, hansı ki bu dünyada vəd olunur. Ki bu filan əməlləri eləsə cənnətə girəcəksiniz. Nahnu avliyaukum fil hayati dünya ve fil ahire. Melekler de şek yoktur ki deyirlər ki biz sizin bu dünyada dostunuzuq, həmçinin də ahirətdir. Burada da yani faydalardandır ki melekler yani insana yaxın olur ve onu koruyur. Hem dünyavi fəsadlardan, bəlalardan, hem insanın günaha düşmə bəlalarından melekler, koruyucu melekler var. Çünkü dostlardır müminlerin. Ona göre mümin de, müsəlman adam da melekleri qovan, melekleri qəzəbləndirən şeylerden uzak olmalıdır. Onlardan birisi yani pis iyili paltarlar giyinməsi, ondan sonra pis yerlerde çok olması, melekler belə yerlerden qaçırlar. Həmçinin itin olması, şəklin olması ve həmçinin böylün olması. Bəzi insanlar var, düzdür, xəstədir. Amma görürsən ki ayaq yolunu iliyir, evə qoyur. Əksinə yəni olmaz, tullanmalıdır. Çünkü melek o eve girmir. Melek deyək ki böylü olan yere, sidik olan yere melek girmir. Ona göre uşaq da batırdısa tez onu təmizləmək lazımdır ki melek ora girmir.